Sualın cavabını və izahını gözləyən şəxslər diqqətlə qulaq asın. İzaha başlamazdan öncə deyim ki, bu suala çox az cavab gəldi. Yəni, düz yola baş yol deyənlər, sükan tutanlar, ötməklə yandan keçmənin fərqini bilməyən sürücülər, nakaviçqaq, cavab verə bilmədilər. Bəli, hər bir sürücü özünə ilk növbədə sual verməlidir. Mən yol nədir bilmirəm. Hansı yollara baş yol deyilir bilmirəm. Ümumiyyətlə nəqliyyat vasitəsi nədir bilmirəm. Hansı ağılla bu suallara cavab yazıram ki? Sadəcə bəlkə baxım maariflənim və ağlıma gələni yazmayım. Bəli, bu avtomobilin sürücüsü qayda pozur. Diqqət elə, sualın şərtində deyilmişdi ki, işıq cihazlarının sıradan çıxması səbəbindən. Deməli, bu nəqliyyat vasitəsi məcbur dayanıb. Diqqət elə şəkilə. Duman var. Duman var, məhdudiyyətli görünmə şəraitidir deməli. 73-ün 6-cı hissəsini yadımıza salaq. Nə deyir 73-ün 6-sı? Deyir ki, sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə məhdud görünmə şəraitində, nəqliyyat vasitələrində, avtoqatarlarda dayanarkən, durarkən nə yandırılmalıdır? Qabarit işıqları. Bu, dayanma durma qadağandır, nişanın qoyaq kənara. Bizə 6-cı hissə əsas lazımdır. Nə yandırılmalı idi? Qabarit işıqlarını yandırmalısan. Məhdud görünmə şəraiti var. 73-ün 6-cı hissəsinə görə. Qabarit işığı yandıra bilmir axı, sualın şərtində deyilib ki, işıq siqnalları, işıq cihazları sıradan çıxıb. Ya qabariti yandıra bilmirsənsə, qabariti kompensasiya etməlisən. Qəza dayanma nişanı ilə, portativ fənərlə yox. Qəza dayanma nişanını mütləq qoymalıydın. Bəli, dayanma durmanın qadağan olduğu yerdə məcbur dayanıbsan. Qəza işıq siqnallarında işləmir. Qəza işıq siqnallarının əvəzinə 55-in 4-cü hissəsinə görə, bəli, qəza dayanma nişanının yanına portativi qoya bilərdin. Portativi tək qoymaq bu şəraitdə qadağandır. Sağ olun, sizinlə mən Rza Məmmədov idi.